Salam dostlar, mətbəximə xoş gəldiniz. Bugün sizlərlə birlikdə mərci şorbası hazırlayırıq. İlk olaraq 1 stəkan mərcimizi yaxşıca yuyuruq. Daha sonra isə qazana əlavə edirik. Mərcimizin üzərinə 7 stakan eyni mərcini hazırladığımız stakan dolusu su əlavə edirik və orta temperaturada qaynamağa qoyuruq. Gördüyünüz kimi mərcimizin üzərində ağ köpüklər əmələ gəlib. İndi isə o köpükləri tamamilə yığırıq. Şorbamızı hazırlamaq üçün bizə lazımdır 3 diş sarımsaq, 1 ədəd orta boy kartof, 1 ədəd soğan, 1 ədəd pomidor, 1 ədəd kök və 1 ədəd biber. Biz bu ərzaqlarımızın hamısını orta böyüklükdə doğrayırıq. Çünki növbəti etapda biz onları blenderdan keçirdəcəyimiz üçün çox kiçik ölçüdə doğramağa ehtiyac yoxdur. Doğradığımız ərzaqları qazanımıza əlavə etdik. Daha sonra isə üzərinə duz, istiot, yağ və 1 ədəd qalina blanka əlavə etdik. Normalda əgər şorbanızı toyuq suyu ilə bişirirsinizsə və ya ət suyu ilə blankaya ehtiyac yoxdur. Əgər evinizdə hazır bulyon yoxdursa, qalina blankadan istifadə edə bilərsiniz. Ərzaqlarımız təxminən 10-15 dəqiqə qaynadı, yumuşaldı. İndi isə biz onları blenderdan keçirdirik və təxminən 15-20 dəqiqə təkrar qaynadıqdan sonra artıq şorbamız hazır olacaq. Mən şorbama biraz daha həm dadına dəyişiklik qatsın, həm də rəng versin deyə evdə hazırlanmış biber tomatı əlavə etdim, 1 çay qaşığı. Əgər sizdə də evdə hazırlanmış biber tomatı varsa, içərisinə əlavə edə bilərsiniz. Və beləliklə dostlar, gördüyünüz kimi şorbamız artıq tamamilə hazırdır, nuş edə bilərik. Əgər bəyəndinizsə like etməyi və abunə olmağı unutmayın. Təşəkkürlər.